4 dənə yeni meyvə gəlibdi. O meyvələrə baxacağıq. 3 dənə, pardon. Birincisinin adı Sapotiye. Sapotidir. Böyle bir şeydi. Sapoti. İkincisinin adı Melon Pepino'du. Pepino yemişi. Üçüncüsünün de adı Narangi'ydi. Narangiye. Böyle bir şeydi. Baxaq görək nəyə oxşuyurlar. İlk öncə Sapoti'dən başlayaq. Sapoti'yi açırıq. Demək. Öyle bir şey çıxır. İkincisi melonu açaq. Melon nə idi dedik? Yemiş idi. Ha, bu bildiyiniz yemişə oxşuyur həqiqətən də. Amma qoxusu fərqlidir. Üçüncü nə idi? Naringiye. Naringiyi açırıq. Sırf bunların dadına baxmaq üçün alıram. Bu da pomidora oxşuyur. Böyle bir şeydir. Yaxşı, bunların dadına tez baxaq sürətli bir şəkildə. Görək. Sapotiyin dadı necədir? Dəhşət turşdu. Naringiyə baxırıq indi. Bu daha da turşdu. Bunun dadı amma nəyəsə oxşuyur. Hansısa yediyimiz hansısa meyvələrdən birinə oxşuyur. Tapa bilmədim. Buna baxaq görək bu nədir? Bu da güya yemişdi. Bu nisbətən şirindir amma. Ən dadlısı, ən xoşuma gələni bu oldu. Biz uşaq vaxtımızda akasiyanın çiçəklərini yerdik. Bu akasiyanın çiçəyinin dadını verir. Və yadıma düşdü, bu naringi meyvəsi kivi dadır.